Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev dünən ailə üzvləri ilə birlikdə 4-cü Antalya Diplomatiya Forumunun açılışında iştirak edib. Forum zamanı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əkizləri Əli ilə Mikayıl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Həmin fotonu Əli Ağalarov sosial şəbəkədə paylaşıb.